ki sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Vatanımdır, vatanımdır, vatanım. Vatanı sevmeyen insan olmaz. Vatanı sevmeyen insan olmaz. Olsa da o şahsda vicdan. Salam, hər birinizə xoş gördük, mənim dəyərli qardaşlarım, 845-in dəyərli oğulları. Bugün siz bilirsiniz ki, məlum məsələdir, həm də bugün bayraq bayramıdır. Biz Nadir Cəfərovun anım gününə yığışmışıq. Nadirə anan qardaşlarımız çoxdur, yəni ki, imkan daxilində biz onları dəvət edəmədik. Bu səbəbdən məndən oldu, mənim nasazlığıma görə biz studiyaya yığışa bilmədik. Ona görə hissə-hissə biz yığışıb çəkilişlərimizi eləyəcəyik. Ona görə də mən sizin hər birinizə xoş gəldin deyirəm. Mənim dəyərli qardaşlarım. Siz mənim üçün o qədər dəyərlisiniz ki, valla mən sizinlə oturub danışanda mən istəmirəm, studiyadakı kimi mən sizdən belə danışım. Çünki bir ailə, biz bir ailə olmuşuq, bir ailə kimi. Eldar Bağırov adına 845 saylı hərbi hissənin dəyərli oğulları, dəyərli qəhrəmanları, dəyərli qaziləri. Allah sizi qorusun. Bugün məlum məsələdir ki, Nadir Cəfərovun anım gününə görə yığışmışıq. Ona görə də bugün, bax bu qardaşlar hər biri Nadir Cəfərovun yanında döyüşən oğullar qardaşlarıdır. Mən elə istəyərdim ki, ilk sözü elə Misirxan müəllim Nadirlə o əhvalatlardan, bir o təəssüratlarından danışsın. Çox sağ olun, Allah səni var eləsin. Allah sənin ürəyində olan arzuların hamısını yerinə etsin. Nadir Cəfərov elə belə adam döyüldü. Allah ona qəni-qəni rəhmət eləsin. O elə yerin, elə adamı elə əvvəldən gəlibdi ki, o çatsa. Allah verdi, Bağırovdan sonra Nadir Cəfərov gəlib. Nadir də elə işlər eləyirdi ki, o elə belə adam döyüldü. O elə belə adam döyüldü. Getdik sənə, biz onun ölü yerində səndən də getdik. Allah rəhmət eləsin. Belə hə, orada mən 150 nəfər var, onun yüzü gördüm ki, mən ki adam budur, belə hamısı həmən adam vardı. O hamısıyla o qədər dostluğu vardı ki onun, o qədər dostluğu vardı, o qədər mehribançılığı vardı ki, atam görək ki, hamısı ona görə yığışmış tam sonra. Allah ona qəni-qəni rəhmət eləsin. Allah ürəyində olan arzuların hamısı yerinə etsin. Allah o gözəl balaları var, Allah hamısını salamat eləsin. Onlar elə belə insanlar dördü, elə belə kişinin də oğlu dördü. Allah ona qəni-qəni rəhmət eləsin. Düzdür, çox düzdür, Misirxan müəllim, düz deyirsiniz. Nadir çox düzdür, Nadir Laçından gəlmişdi Ağdama. Amma belə baxanda baxırdın ki, Nadirin ətrafı hamısı Ağdamlılardır. Bizim üçün bölgə söhbəti yoxdur. Yəni deməyim odur ki, Laçın, Ağdam hamısı bir idi. Allah bizim milli qəhrəmanımıza, Allah verdi Bağırova rəhmət eləsin, Eldar Bağırova rəhmət eləsin. Cəmi şəhidlərimizə Allah rəhmət eləsin. Cəmi şəhidlərimizə, qazilərimizə can sağlığı, sizlərə can sağlığı versin. Əhməd müəllim, sən nə deyə bilərsən? Mən də öz təəssüratlarımı sizlə bölüşmək istəyirəm. Bugün, dünən zəfər günüydü, bugün bayraq günüdür. Belə bir gündə Azərbaycanın yaradılmış ilk batalyonlarından birinə rəhbərlik eləmiş Nadir Cəfərovun anım gününə yığışmışıq, onun adına yığışmışıq, toplaşmışıq. Mən biraz məsələni genişləndirmək istəyirəm. Buyur. O ataların bir misalı var, deyir ki, evin bünövrəsini yaxşı qoymaq lazımdır ki, o bünövrənin üstə olsun. O batalyon çox yaxşı bir böyük bünövrənin üstündə qoyulmuşdu. O batalyon Qarabağda, Azərbaycanda erməni təcavüzü başlayanda qeyrətli oğullardan biri olan Allah verdi və Eldar Bağırov qardaşlarının ətrafında toplaşaraq vətən oğulları müdafiə dəstəsini yaratmış və
ermənilərə qan duran bir dəstə olmuşdu ki, biz həmin dəstənin üzvü olmuşuq və sonradan Allahverdi Bağırovun bünövrəsinin qoyduğu o batalyon onun şəhid olduğundan sonra və etibarlı əllərdə olubdur. Çünki onun bünövrəsi yaxşı qoyulubdur. Bir neçə komandir orada rəhbərlik eləsə də, orada Allahverdidən sonra ən dəyərli, ən qeyrətli, ən demək olar ki, qoçaq, igid komandirlərdən biri elə məhz Nadir Cəfərov olubdur. Nadir Cəfərov, bayaq dediniz ki, Laçındandır. O vaxt erməni təcavüzə başlayanda bölgə söhbəti yoxdur. Hamı Azərbaycanlı idi. Hamı Qarabağlı idi. Hamı Qarabağlı idi. Balakəndən bir rota vardı. İndi onun nümayəndəsi Zaməddin qardaşımız burada əyləşibdi. Balakən qartalları adlanırdı. Yəni bir rotamız Qubadan idi. Yəni müxtəlif yerlərdən toplaşan igidlər qeyrətli adamların, igid adamların ətrafında toplaşırlar. Ona görə də bu Allah qəni rəhmət eləsin. Amin. Allahverdi Bağırova. Ondan sonra onun yarattığı o eyni zamanda bizim hamımızın iştirakı ilə yaradılmış o batalyonu qeyrətlə, cəsarətlə, cəsurluqla idarə edən Nadir Cəfərov olub. Həmişə onu önünə görmüşük. Əskərlərin üstündə olub. Allahverdi Bağırov kimi əskərlərinə qarşı həm qayğıkeş, həm həddindən artıq tələbkar bir komandir olub. Dəfələrlə yararlanmağına baxmayaraq səngərdən geri çəkilməyib. Bundan əlavə o bizim o batalyonda olan hamı bir-birinin dostu, qardaşı olur. Eyni zamanda o bizim hamımızın qardaşımızdır və o unudulmaz bir qəhrəmandır. Elə bir qəhrəmandır ki, o vaxt təltif məsələsi heç kəsin ağlına gəlməzdi ki, kimisə təltif olunsun. Hər cür təltifə layiq olan insanlardan biri Nadir Cəfərovdur. Eyni zamanda o batalyonda döyüşən igid oğlanlardır. Bu, belə igidləri biz unuda bilmərik. Heç cür unuda bilmərik. Nadir kimi oğlu, o bayaq ki oldu, söhbət oldu. Nadir Laçından çıxıb Azərbaycan oğlu oldu. Necə ki Allah verdi Azərbaycanın igid oğlu, qəhrəman oğlu idi. Nadir Cəfərov da onun işini davam etdirən igid bir komandir kimi önünü göstərib və bu batalyonun, cəsur bir batalyon, döyüşlərdə bərkimiş bir batalyon olduğuna görə Azərbaycanda Müdafiə Nazirliyi yaranandan sonra o batalyonun əksəriyyət zabitlərindən həqiqi hərbi xidmətə çağırıldı və onlardan biri də Nadir Cəfərovdur, biri də mən dedim, ondan bir neçə nəfərə ki, hərbi rütbə verdilər və vəzifələrdə oturtdular. O batalyon buraxılana qədər ləyaqətlə kişi kimi döyüşür, öz torpaqları uğrunda çox şəhid verir, çox igidləri şəhid verir. O sağ qalan igidləri də Allah can sağlığı versin ki, onlardan biri indi hal-hazırda burada iştirak edən Zaməddin qardaşımızdır, Əli qardaşımızdır, Əyyub həkimdir, Misirxandır. Yəni, Allah bizə bu yaşa qədər ömür verib, onların anmaq, xatırlamaq bizə həmişə dostdur vəzifə. Bugün qonaqlarımızın biri də Nadir komandirin dostu, sirdaşı, silahdaşı Əli qardaşımızdır. Əli, sən də xoş gəlmirsən bizim bax bu məclisimizə, Nadirin anım gününə. Buyurun, görək. Allah razı olsun. Siz də çox yaxın olmuşsunuz Nadirlə. Həmişə səni var eləsin. Bizi yığmısan, bizim haqqımızda kitab da yazmısan. Bu böyük işdir, batalyonun tanınması daha doğrusu
çox tanınmasına görə çox işlər görmüşəm. Yəni o kitablar paylandı, neçə yerlərə verildi, qardaşlarımızla paylandı, döyüş bizlə döyüşən qardaşlara paylandı. Gələk Nadir qardaşımızın ruhu şad olsun, Allah ona rəhmət eləsin. Nadir komandirimiz 31 yanvarda Xozalı çıxmamışdan qabaq biz bir yerdə 106 idi, 107 nəfər adam deməli yığışmışdıq. Onların 40'ının 35-40 olardı, silahı yox idi. Yəni bizə əlində ov tüfəngi olan qardaşlar da qoşulmuşdu Ağdamdan, hansı ki ovçular idi, cavan adamlar idi. Həmən gün böyük bir əməliyyat keçirildi. Biz getdik, oturduq Əsgəranın düz körpünün üstündə. Orada qızğın döyüş getdi. O qızğın döyüşdə birinci dəfə yaralandı. Biz Xozalıya yol açmaq üçün gedirdik ki, Xozalı cəmaatı da oradan rahat çıxıb gələ bilsin. Onda yaralandı və yaralanan gəlib bizim bölümümüzdən keçəndə buna kömək eləmək istədik. Əlinlə tutmuşdu yarasının üstün ki, ehtiyac yoxdur, özüm gedə bilirəm, narahat olmayın. Siz dayanın, qarşıdakı təpədə ermənilər, yəni onlar ermənilər gəlib yüksəkliyə çıxmağın daha doğrusu biz gözləmirdik. Gəldilər, onlar Pir dağına çıxdılar. Həmən gün 8 nəfər şəhid, nə qədər yaralamız, Əhməd müəllim də orada yaralandı, Zöhrab yaralandı, sonra çox adam yaralandı. Bir 10-12 nəfərə kimi yaralımız oldu, 8 nəfər şəhid verildi. Səhərsi gün getdik, o şəhidlərimizi də geri qaytardıq, yəni onu çıxartmaq mümkün deyildi deyən həmən günün qızğın döyüş gedirdi. Nadir birinci dəfə mərd qardaşlardan biri, komandir, ondan sonra Nadir komandirimiz oldu. Allah verdi də onda böhrümüzdəydi. Rəhmətli Allah verdi, milli qəhrəmanımız onda böhrümüzdəydi. Onlar hamısı qabaqdaydılar. Yəni o da elə bir yer seçmişdik ki, ermənilər bizi bilməmişdi ki, biz Əsgəranın yanındayıq. Yəni Qaraqayadan düşüb gəlmişdik. Çox belə bir riskli bir hücum idi. Sağ tərəfdən Qatır Məmmədin batalyonu gedirdi. Sol tərəfdən də Amon, ortada biz qalmışdıq. Sağ tərəfdəki batalyon bir balaca gecikdi. Orada nəsə miniyə düşənlər oldu deyən. Onlar əməliyyatı dayandırdı, biz qaldıq ortada mühasirədə. Yəni o mühasirədən biz çıxa bildik, atışa çıxa bildik. Amma 8 nəfər şəhid vermək elə belə şey deyildi. Yəni onlar dağın təpəsində, biz də aşağıda. Yəni ondan sonra Nadirlə biz komandir olduğu vaxtlardan da elə yaxın olmuşuq. Aranzəmin Precamalda biz döyüşümüzü davam elətdirdik. Həmən, yəni o olmuşdu 93-cü ilin əvvəlində, yanvar ayının 31-də. Ondan sonra Xocalı cəmaatı çıxdı, başımız biraz ona qaçışdı. Sonra biz iyun ayının 12-də biz Aranzəmin Precamala hücuma keçdik və o 2-3 saat yarıma hardasa o 3 dənə kəndi biz götürə bildik. Ermənilərdən tam təmizlədik. 82 gündə orada qaldıq. Yəni Nadir bizə komandirlik elədi, Nəşəni Qıştab idi onda. Ondan sonra da Allah verdi bəy rəhmətə gedəndən sonra miniyə düşüb, şəhid olandan sonra bizə komandirlik elədi. Yəni Barat Quliyev vardı orada, ağsaqqal kişi idi. Ondan sonra Nadir komandirimiz oldu və bizi, yəni 82 gün axırıncı döyüşümüz bizim orada oldu. Bizlə erməninin, belə deyək də, aramızda çox fərq vardı. Bizdə texnika yox vəziyyətində idi. Bir dənə tank vardı da, xarab tank, bir dənə BMP, xarab texnikamız olmadığına görə, onu Allah verdi bəy də orada vurğuluyur videolarında. Ona görə qeyri-bərabər idi bizim gücümüz. Yəni erməni dağda, yuxarıda hər bir, bütün Rus topu, tankı, hər bir şey, vertolyotları, Rus vertolyotları vardı. Hansı ki o vertolyot ermənilər almışdı, pulla almışdı, nənə almışdı. Mənim videomuzda da bizim var o vertolyotun şəkili. Nadir axıra kimi də biz onunla, belə deyək də, mən balaca bir haşiyədən çıxın deməli, döyüşdən başqa
O xəstələndi, böbrəyində çatışmamazlıq oldu, dializə, hər şeyə kömək elədim. Yəni, axıra kimi nə lazım oldu, bir yerdə oldu, həkimin də tapdım. Respublikansk xəstəxanada müalicə olundu. Yəni, sonra dializə getdi. Bir 3-4 gün ölümündən qabaq söhbət edirdik, yəni tez-tez danışırdıq. Özdə gələndə gəlirdi, nə bilim, bir neçə vaxtda bizdə qalırdı, mən aparırdım, gətirdim ora-bura. Deməli, dedi ki, Sabir şad xəbər demək istəyirəm. Dedim, hərdən Cəfərov deyirdim, o da mənim familiyamı deyirdi, Əsədov nətərsən. Komandir deyirdim, dedi, Sabir şad xəbər deyəcəm. Dedim, Allah köməyin olsun. Deyir, görüm ona şad xəbərdir, yaxşı olar. Dedi, vəziyyətin düzəlməyə doğru gedir, analiz vermişəm, cavabı yaxşı çıxıb. Dedim, Sabir dənə qonaqlıq. Mən Sabir dənə qonaqlıq. Dedi, hə qonaqlıq mən Sabirəcəm. Nə qonaqlıq. Yəni, elə əl açıq, ürəyə açıq, dostlarla. Biz neçə dəfələrlə buradan onu, yəni hamımız birlikdə, burada olanların hamısı gedib, onun qapısında biz çörək yemişik. Bizi neçə dəfələrlə qonaq çağırıb getmişik. Yəni, batalyon yaradanda, daha doğrusu yaradır. Bu 845-i 19-cu ilin yanvarında biz 19-cu il idi tamamı. 19-cu ilin dekabrın 30-da getdik onlara. Gecə də qaldıq orada. Yaxşı, çox gözəl bir qonaqlıq təşkil eləmişdik. Onunla məsləhətləşdik ki, bu qardaşları bir yerə yığaq. 845 hərbi hissə Allah verdi. Eldar Bağırov adına 845 nömrəli hərbi hissənin biz o döyüşçülərin harada olur olsun Azərbaycanlı yıxamız, hamısı Azərbaycana səpələnmiş də. Bütün hər bir yerdən, rayonlardan, kətlərdən belə könüllülər gəlmişdi bizim batalyona. Elə 400 neçə nəfər, 790 nəfər idi. Sonra onlar yavaş-yavaş biraz şəhidimiz oldu, yaralılar falan bəşmişən. 400 neçə nəfərə kimi batalyonda uşaq yoldaşlar vardı, döyüşçü qardaşlar vardı. Yəni, nadir, bax, belə axırıncı dəfə bizim söhbətimiz, görüşümüz elə olub. Yəni, birdən-birə də 3 gündən sonra, 2 gündən sonra xəbər gəldi ki, bəs atam şoka düşdü, oğlu tərəfindən zəng olundu, deyirdi, nə bilim. Allah rəhmət eləsin, mərd adam idi, çox mərd, qorxmaz. Yəni, ondan qabaq ki, hansı ki batalyondan qabaq biz Şerli kəndinin də Yüzbəyiz Ermiyani ilə Qaraqayanın deyilən yer vardı. Orada bir posta dururduq. Yəni, həmişə bölümümüzdə idi. Həmişə bir dənə qorxu yox idi bu adamda. Yəni, çox risk eləmək, çox belə başarıqlı, ondan sonra hər bir şeyi tez qavramaq, bəzi adamlar var da, yəni sözü gərək bir neçə dəfə deyəsən, amma buna ehtiyac deyildi. Hamı ilə da qardaş kimi qardaş idi, dost kimi dost idi, komandir kimi də bir komandir idi. Allah ona rəhmət eləsin, çox mərd adam idi. Mən bunu yəni, həmişə də demişəm, deyəcəm, indən sonra da oğlu ilə tez-tez danışıram. Yəni, söhbətimiz olur elə atası haqqında, nə bilim, özümüz haqqımızda. Allah bir daha rəhmət eləsin, ruhu şad olsun. Yerində 2 dənə evladı var, nəvələri var. Allah onları da xoşbaxt eləsin. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Mənim də xatirələrim var da Nadir haqqında. Ştabda işləyirdim. O qədər ciddi idi ki, söz deməyə qorxurdum. İndi Əhməd müəllimə deyirdi sözü. Gizlənirdik maşınqanın dalında, deyirdik. Elə ki, deyiləmirdik. Amma Nadirdən çox qorxurdum. İndi iş qutarıb deyirəm ki, komandir, olar bir söz deyim, amma qışqırmadan nə olar? Ay, sözünü de, mənim danışığım elə-belədir. Dedim, komandir, işim qutarıb, gedim evə. Cəsarət, gəl qızı götür, apar qoy evə. Belə, o qədər ciddi idi ki, amma sonra gəldim bu 28 ildən sonra görüşdə bellədim. Komandir, da mən səndən qorxmuram, ha, istəyirsən 100 dəfə qışqır. Belədir. Ay, qız qorxmursan məndən, belə eləyəndə. Dedim, yox, qorxmuram. İndi Allah hər birini rəhmət eləsin cəmi şəhidlərimizə. Allah sizə can sağlığı versin ki, siz də onun
o hörmətini saxlayırsınız, onun o dostluğunu, qardaşlığını, komandiri hələ qoyuram kənara. O dostluğu, o qardaşlığı saxlayırsınızsa, hər dəfə siz onu ağız dolusu deyirsiniz. Tək Nadirdən danışmıram ha. Milli qəhrəmanımızdan danışıram, Allah verdi Əsədov, Bağırovdan danışıram, hər birini deyirəm, cəmi şəhidlərimizdən. Heç birini unutmaq olmaz. Yəni, bugün biz elə Nadir Cəfərovun anım gününə geçmişik. Bizim gözəl bir qardaşımız da, Əyyub qardaşımız da buradadır. O da Nadirlə silahdaş, qardaş olub, bir batalyonda olublar. İndi buyursun, görək. Zahmətdindən sonra. Nə deyir? Zahmətdin bizim əzizimizdir. Yox, Zahmətdin balaca. Yaşlı. Allah rəhmət eləsin bütün şəhidlərimizə. Dünənləri Zəfər bayramı idi, bir günlərdə bayraq bayramıdır. Bütün şəhidlərə Allah rəhmət eləsin və onların ailələrinə can sağlığı versin. Bizim komandir Ağdamda Allah verdi, Bağırov da, Eldar da rəhmətliklər. Ondan sonra Nadir də. Bizim o batalyon yarananda ermənilər hamısı Ağdamdan qorxurdu. Hər zamanda qorxmuşdu. Bizim o batalyonda yarananda Ağdamın o igid, mərd oğlanları, qorxmaz oğlanları hamısı durdu qabağa. Ona görə Ağdam bir heylə şəhid verdi. 6500-dən yuxarı şəhid verdi. Kimi deyirdin, elə hamı əl yalında olsa gedirdi. Biz bu batalyonun yaranmasında dəfələrlə Allah verdi, Bağırov da, Nadir Cəfərov da, komandir Nadir Cəfərov girirdi. Bəzi komandirlər kimi bizim komandirlər olmayıbdı. O əskərlərdən öndə olurdular. Hamı da elə bir ki, baxırdı ki, komandir irəlidədir, hamı da ürəkli döyüşə girişirdi. Bizi Bəğəli qardaşımız dediyi kimi silahımız yox idi, təminatımız az idi. Amma erməni ilə Rus bir idi. Biz də Rusa nə edə bilərdik? Sağ ol. Allah Nadir Cəfərov elə bir dəfə oradan onun səsi başqa cür idi də, bir dəfə bir Deyirəm də, hə, belə o səsi çox belə şeydi, özdə belə yox, zəhəmli. Danışığında da heylə idi, belə səsi də güclüydü. Bir dəfə öyle oradan seyirlanda hər şey bəs eləyirdi insanlara. Allah rəhmət eləsin. Nadirlə mən özüm onların da şahidi olmuşam. Əli qardaşımdır. Ondan sonra Misirxan qardaşım. Burada oturanlar Allah bunlara dəyməsin. Bunlardan çox razılıq edirdi. Dəfələrlə də bir yerdə getmişik, olmuşuq, özləri də bilir. Allah komandirimiz Nadirə rəhmət eləsin, yeri cənnət olsun. Onun Amin, amin. Səhərdən günlərlə oturub danışsaq, komandirin tutarmaz. Allah Atlas Bacıya da can sağlığı versin ki, bizim 845-in döyüşçülərin yığdığı, sana da təşəkkür edirəm. Atlas xanım da bizlə bir yerdə olubdu orada. Bizi yığdı, kitablar, dəfələrlə çəkilişlər, zadlar. Çox sağ ol Atlas. Sən o həmişə demişəm ki, mən 845 sənin hamısı qardaşlarındır. Bu videolarımızda da var. Hamımızın əzizsən. Allah sənə də can sağlığı versin, bütün ürəyində olan arzulara çatsın. Təşəkkür edirəm. Sağ ol. Sağ ol, qardaş. Deyirəm, o vaxtlar heç kəs baxmırdı ki, mənim yaşım azdır, mənim yaşım çoxdur. Hər kəs elə uşaqlar var idi ki, yaşı az idi, deyirdi, mən döyüşə gedirəm. Bizim o vaxtlar elə siz də gənc idiniz. Mən hərdən sizə deyirəm ki, uşaqları yığaq bir yerə. Uşaqları yığaq bir yerə. Qulağımda o qalıb ki, o vaxt ki, sizin o cavanlıqlarınız. Yəni, indi də cavansınız, nə olub? Hamımız, mən də cavanam. Vaxt Zahmətdin bizim, mən belə hesab edirəm ki, bizim elə hamımızdan biraz kiçik balamızdır. Mən onu elə balam kimi bilirəm. Elə çox da böyük, mərvətli, qanacaqlı bir uşaqdır. Deyirəm elə, bax, bu balaca balamız, bu qardaşımız görəkdə deyir. Atlas xanım, çox sağ ol.
bu tədbiri yaratmışsan. Çox. Hər zaman belə şeylərdə şey olmuşsan, Aktiv olmuşsan. aktiv olmuşsunuz, yığılmışsınız bir kollektivi, batalyonu. Mən də bu komandirimiz Nadir Cəfərova Allah rəhmət etsin deyirəm. Uşaqlarına, yerdə qalanlara uzun ömür versin. Mən bu qədər danışan deyiləm. Bilirəm. Can. Yəni komandirimizə yəni Allah rəhmət eləsin. Nadir Bütün Cəfərova. şəhidlərimiz Allah rəhmət. Allah şəhidlərimizə rəhmət eləsin. Amin. Yerdə qalanlara can sağlığı, uzun ömür. Çox sağ ol. Çox sağ ol. Bir vaxtlar biz Nadir Cəfərov yerə qonaq gedirdik. Çox getmişik də. Pastayan Əli qardaşım bayaqları dedi ki, biz tez-tez qonaq gedirdik. Biz Gələn deyir, bizə deyirdi ki, gəlin, onda mən deyirdi, şey deyirdi ki, yaxşılaşın zamanlar. Mənə demişdi ki, bir dəfə başının dəstəsi ilə gəl. Başının dəstəsi ilə. Nə qədərə padruqanlı adamlar gəl, mənim başım üstə yerin. Simuzər xanım da mənimlə qonaq gedib. Nadir Cəfərovun evində. Sağ olun. Getmiş yora mənimlə bərabər Simuzər xanım da gedib Nadir Cəfərovun qonağı olubdu orada. Bizə çox gözəl belə təəssürat bağışladı. İndi deyirəm görüm Simuzər xanım o təəssüratlardan nə danışa bilər? Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin ki, bizim uğrumuzda hər biri müəyyən əzalarından yaralanıblar. Bizim bugün şən, gözəl yaşamamız üçün öz canlarından, qanlarından keçməyə hazır olan oğlanlar olublar. İndi yaşlaşıblar. Nadir Cəfərovu kimi iləsə müqayisə etmək çox çətindir. Çox gözəl, qonaqpərvər, qeyrətli, cəsur bir insan idi. Mən də bu qardaşlarımızla bərabər Nadir Cəfərovun evində oldum. Gözəl hörmət gördüm, insanlıq gördüm. Özü də o qədər sadə bir insan idi ki, adam onun danışığından, onun söhbətlərindən heç usanmadı. Günlərlə danışdıydı, günlərlə nətərdim, bütün keçmişlərdən, döyüşlərdən söhbət eləsəydi, elə bilirdin ki, özün də elə onunla bərabər döyüşlərdə olmusan. Bəzən görürsən gəlirdi, indi mən çox getmirdim, bu yoldaşlar gedirdilər. Gəlirdi bura, gəlirdi deyirdi, Ağız, sən niyə gəlməmişdin? Niyə yoxudun? Sən də mənim qızımsan da. Özdə baxmayaraq ki, mən ondan böyüyəm bəlkə də yaşda. Belə o qədər sadə, o qədər mehriban bir insan idi ki, Nadir Cəfərovu unutmaq qeyri-mümkündür. Əgər mən son vaxt onu tanıyıb, bu qədər onun haqqında xoş fikirdəyəmsə, bu qədər ona rəhmət oxuyuramsa, bu qədər onu anıramsa, son görüşlərdən, son söhbətlərdən o götürsək, gör bu qardaşlarımın nə qədər gözəl xatirələri var. İndi vaxtdan istifadə edib, az danışırlar, çox şey deyib, demirlər. Çünki mümkün də, sığışdırmaq mümkün də ki, çox danışmağa. Ancaq qısaca bir fragment danışırlar. Allah hamısına can sağlığı versin. Bu qardaşlarımın hamısını həmişə mənim başımın üstündə eləsinlər. Mən onlarla fəxr eləyirəm. Nadir Cəfərovun da Allah qəni-qəni rəhmət eləsin. Çox çörəkli, çox qonaqpərvər, çox insanpərvər. O hərbi işləməklə asılı olmayaraq çox ürəyi yumşaq bir insan olub. Allah bir məkanın cənnət eləsin. Amin inşallah. O dünyasını versin. Amin. Çox sağ olun. Atlasdakı bizim həmişə böyüyümüz olub. O mənada ki, bizi yığıb, həmişə bir yerə yığıb, hər kəsi öz dilində, hər kəsi öz ampulasında bir təqdim eləməyə qadir bir xanımdır. Atlas, çox sağ ol. Səndən hamımız çox razıyıq. Sənin can sağlığı, həmişə işində müvəffəqiyyətlər olsun. Elə hamınız çox sağ olun. Heç kəsi unutmursan, heç kəsi unutmasın. Unutmaram, heç kəsi. Artıq nə deyə bilərəm? Mənim üçün Azərbaycanın bütün şəhidləri mənim balam qardaşımdır. Qazilər qardaşımdır. Hər biri mənim üçün ürəyimdir. O deyirlər ki, adamın bir dənə, məsəl üçün, qardaşı, atası olur da. Amma 845 mənim üçün. Amma mən bunları necə unuda bilərəm? Mən bunları necə unuda bilərəm?
Bir dara düşəndə mən deməmiş bunlar mənə arxa dayaqdılar. Budur mən 3 ildir mən biraz nasazam. Amma mənim bunlar qoymadılar mənlə nə bilim, çətinlik çəkməyə də qoymadılar mənə. Əli bir yandan, Əhməd müəllim bir yandan, Misirxan bir yandan, elə bunlar hər biri mənim arxam dayağım oldular. Bir də gördüm qrupa səs atırlar. Atlas bacıya kömək eləmək lazımdır, belədir. Mən bunları unuda bilərəmmi? Heç vaxt. Əgər mən unutsam, mən nanəcib insanım. Çünki insan belə qardaşlarını unuda bilməz və mən ən xoşbəxt bir bacıyam. Mən ən xoşbəxt bir bacıyam ki, mənim bu qədər qardaşım 845-in oğulları hamısı mənim qardaşımdır. Hər biri mənim qardaşımdır, hər biri mənim canım, ciyərimdir. Mənim balamın toyunda gəlib iştirak edənlər, necə ürəklə, necə mənim hər bir tədbirlərimdə mənim yanımdadılar. Mən niyə bunları işıqlandırmamalıyam? Sadəcə olaraq 3 ildir mənim səhhətim imkan vermir. Mən qardaşlarımı yadıma salamıram. Bu söhbəti də elə biz, elə Əhməd müəllim, Əli, Misirxan Azad, hamımız məsləhətləşdilər, dedilər ki, evə yığışam. Mən bugün elə biləm ki, mənim elə 8:45-də işlədiyim o maşınkanın arxasında durduğum gündür. Allah kömək olsun, Allah canını sağ eləsin, Allah şəfa versin. Mən heç vaxt sizi unutmamışam. Nəyə ki sizi, bura gəlməyən o qardaşları da deyirəm. Hər biri mənimlə maraqlanan, mənə dayaq olan, həqiqətən də atamın balalarısınız. Sağ olun, Allah səni var eləsin. Allah sənin ürəyində olan arzuların hamısını yerinə yetsin. Amin. Komandirimiz Nadir'in, elə Əli qardaşım yenə başlayır. Nadir məndən qohumuydu. Elə Soltan burada yoxdur, elə Soltanın əvəzindən onun qohumu kimi hamınıza təşəkkür edirəm. Allah sizi daim uca eləsin. Həmişə. Çox sağ olun. Nadir bizə komandirdən başqa bir qardaş idi. Ona görə biz onun hörməti saxlayırdıq və buradan o 400-500 kilometri biz onun arxasından gedirdik. Onu yaddan çıxarmırdıq. Ona görə ki, elə mərd adamları heç vaxt, yəni biz çin-çinə döyüşmüşük, onu yaddan çıxartmaq qeyri-mümkündür. Eləcə də bütün şəhidlərimizi, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bizim batalyondan 4 dənə milli qəhrəman, Allah verdi Bağırov, Mübariz qardaşımız Əhmədov, ondan sonra Muxtar həkimimiz bizim şəhid oldu orada, bir də Gültəkin. Bizim batalyondan... Ya sən bizim şəhidlərimiz oldu. Hə, o şəhidlərimiz çox olub. Şəhidlərimiz elə Balakənin özünə, mən Balakənə 5 dənə şəhid, elə bir maşında 4 dənə şəhid, yəni 2 dənə maşın getmişdik o vaxt. Yəni onlar müasirəyə düşmüşdülər. 2 dənə maşın Balakənə şəhid apardıq və orada onların dəfnlərində də iştirak elədik. Qayıtdıq, gəldik. Nadir qeyrətli qardaş idi. Qeyrətli komandir idi. Vətənin sevən, evin, ailəsin, uşağın kim sevirdisə, deməli o kişi adam olub. Ona görə ki, həmi kişi zəhmi, həmi qardaşlıq kimi qardaşlıq edirdi, dostluq kimi dostluq edirdi, komandir kimi də komandir idi və onu biz unutmurduq. Tez-tez yığışırdıq, yəni belə deyək ki, Atlas xanımla da bərabərdə olsa, ya qeyri, mən bir də gördüm, təşkil edirdi ki, yəni bunun ad günüdür, getmək lazımdır, bu xəstədir bunun gedib. Belə deyək də ziyarətinə gedirdik ki, gedək komandirimizi ziyarət edib. Burada oturanların hamısı 20 nəfər, 25 nəfər, 10 nəfər, 15 nəfər, bütün rayonlardan, Bakıdan, nə bilim, Sabirabaddan, Şirvandan, hər yerdən gedirdik. Oğuzdan, Balakəndən. Hə, Oğuzdan, Balakəndən də yəni ki, hamı gedirdik, elə neçə dəfə Zahməddin biz neçə dəfə orada olmuşuq, bir yerdə olmuşuq. Hamı ilə, burada olanların hamısı orada onun yanına gedib gəlirdik. Batalyonun bir üstün cəhətləri də var idi ki, bizim cavan yetişdirmələrimiz, bizim yaşlı əskərlərin yanında görüb götürmüş, bərkimiş, o neçə deyərlər, o batalyonun pərvazlandırdığı əskərlər həm aprel döyüşlərində, həm 44 günlük döyüşlərdə iştirak elədilər və şəhid olanları oldu. Raquf Orucov kimi
Murov qartalı bizim yanımızda böyüyür. Biz onu biz uçurtmuşuq. Onu hərbi məktəbə sənədlərin hazırlayıb göndərmişik. Onun o işə marağına görə, ləyaqətinə görə onun sənədlərini hazırlayıb göndərmişik. O da bizim etimadımızı doğruldu. O Allahverdi Bağırovdan, Nadir Cəfərovdan dərs almış bir əskər olaraq Azərbaycanın yeni yaranmış ordusunun ən ləyaqətli briqada komandirlərindən biri olub. Nəcməddin kimi şərəfsiz Rus nökərlərinin qurbanı oldu. Heç bir şeydən ötəri o cür komandiri, briqada komandirindən heç nəyin üstündə azad elədilər. O özün 44 günlük aprel döyüşlərində özün sübut elədi və şəhadət kürsüsünə yüksəldi. Yəni bizim əskərlərimizdən cavanlarımız, məsələn Osman Paşa uzun müddət xidmətdə oldu. Yəni bizim o yetirmələrimiz, o batalyonun yetirmələri Yasən idi, şəhid oldu. Şəhid olanlar da oldu, qəhrəman olanlar da oldu, döyüşənlər də oldu, təltif olunanlar da oldu. Hər biriniz qəhrəmansınız. O döyüşlərdə iştirak eləmişsiniz. O döyüşləri, torpaqların müdafiəsində. Və siz də qəhrəmansınız. Əlbəttə ki, siz də bir qəhrəmansınız. Əli qardaşımız da yenə orada iştirak edir. Mən də dedim ki, Lvoy texnikanı sürürəm də. Və 18 yaşında uşaqlar şəhid olduğu, gedim tank sürürəm, BTR sürürəm, BP sürürəm, ondan sonra Uralı sürürəm. Mən eyb yox, 50-ni keçmişəm dedim. Mən şəhid olsam, onun axı gələcəyi var, Füzuldan qaytardılar mənə. Dedilər, yox, ödəsində yeri get. Hədə siz borcunuzu yerinə yetirmişdiniz. İndi də elə Allah hər birinə cəmi şəhidlərinə rəhmət eləsin. Hamınızın canını sağ eləsin. Amin. O dünyasını dəyişənlər Allah qəni rəhmət eləsin. İndi yaşayanların o da, bu da hamınız yaşayırsınız və görürsünüz ki, siz nələr görmüşsünüz, nələr görmüşsünüz. Allah verdi haqqında danışırsınız, Eldar haqqında danışırsınız. Gözəl kişi haqqında hər şey danışırsınız, Nadir Cəfərov. Ona mənim canım qurbanı. Mən bizə də qoysa bir gülməlisin deyim, gülməlisin. Mən o Kalçalı Davut'dan üst tarafa ev tikmişdim bak orada. Ben Davut'ta Bilmem. Onun ikinci mertebesinden vermiştim Nadir'e. Hasarı şey yok o boşluğu. Hatta 3-4 tane maşın üstte. Nadir Cəfərov'u vermiştim. Dedi ki kapını elləki hasarını ver, ben bunu bağlayayım. Vahid de gedi orada kalırdı. Allah rəhmət eylesin. Allah rəhmət eylesin. Benim o ikinci mertebede İspanlı otağım vardı. Vahid de bizim əskerimizdir, ən iyi əskerimizdir. Orada ben bağlayırdım. Vahid Çingiz idi. Arvadla qalırdım da Çingizləri bilişlərimi sənlə bağışlayayım. Kəsdi bir çörək orada nələr olmayıb. Yox, İndi həyatlarına qədər, həyat. Allah hamımızın canını sağ eləsin. Amin. Hamımıza uzun ömür, can sağlığı, gözəl günlər arzulayıram. Bax, danışanda birdən çox belə işlər olub. Sözlər düşür, xatirələr düşür. Amma danışasan var bir şey. Yada düşəndə kəsdim çörək elə şeylər danışılır ki, adam bir qalxım ayağa. Nələr görməli. İnşallah. Allah'ın köməyindən qalxarsan. Qəbirləri də ziyarət edərik, bir daha gedərik. İnşallah. Mən hər bərdiyə gedəndə, o zonaya gedəndə dönürük. Elə gedirlər, bilirəm, görürəm. Odur, müşfiqdir, ziyarət edirik. Gedirik şəhidlərimizi biz tez-tez bizim tədbirlərimiz olur. Yəni birinci tədbirimizdə də Nadir, komandir gəldi, iştirak elədi. Biz hamımız bir yerdə yığıldıq, Şirvan. Şirvana, Sabirabada, çox milli qəhrəmanların Balaşənə, çox yerdə olmuşuq. Rəhmətliyin özü ilə çox yerdə, çox tədbirlərdə iştirak edən. Gəncədə bizim böyük tədbirimiz olub. Şəhidlər xiyabanını gedib ziyarət eləmişik. Bizim Gəncədən də gələn qardaşlarımız vardı, bizlə bir yerdə döyüşürdülər. Onlar da Nadiri unutmurdu, Gəncəli qardaşlar da həmişə də gəlib gedirdilər. Adların çəkməyə çoxdur. Yəni batalyonda 400 neçə nəfərə kimi adam olub. Rayonlardan var idi. Hamı toplaşmışdı, vətən uğrundaydı hamısı. Azərbaycanın qeyrətli oğlanları, vətəni sevən oğlanları oradaydı hamısı. Bir dənə tək nə Ağdam, nə Laçın deyildi. Bütün hər yerdən gəlmişdi.
Yani Dövlət bunu bizim heç kim batalyonda- göndərməmişdi, hamı da könüllü yığışmışdı. Əlbəttə o vaxt hamı könüllü gəlmişdi. Kiminsə sözü var? Allah rəhmət eləsin. Allah Yəni rəhmət sözümüz eləsin. çox sağ olun. Çoxdur. Söz deməyə o qədər xatirələr var ki, komandir haqqında. Bəli, bəli. Amma düzdür. bugün onu biz hər bir verilişdə ifadə eləyə bilmirik də. Bəli. İndi bunun da bir vaxtı vədəsi var. Mən hər birinizə çox sağ ol deyirəm. Sağ ol, sizə Gəldiyinizə sağ olun. görə. Allah köməyin olsun. Mənim də borcumdur ki, mən hər dəqiqə mən sizlərin yanında olum, sizlər mənim yanımda olasınız. Sizləri istəyərəm ki, bütün dünya tanısın ki, bizim belə oğullarımız var. Tək sizi yox, 845'də olan oğullarımızı, hər biri bizim üçün əzizdir. Mən sizin hər birinizə təşəkkür edirəm. Çox sağ Hər olun. Çox birinizin sağ olun. qarşısında baş əyirəm. O Sağ olun, çox sağ cümlədən, olun. o cümlədən Allah verdi Bağırovun, Ellər Bağırovun, Nadir Cəfərovun və cəmi şəhidlərimizin qarşısında mən baş əydim. Hər birinin Sağ olun, ruhu şad sizə. olsun. Amin, Hər birinin amin. ruhu şad olsun. Allah sizlərə də can sağlığı versin ki, elə bizim o unudulmaz qəhrəmanları həmişə yad eləyəsiniz. Amin. Amin. Allah sizi var Çox etsin. sağ olun. Allah razı olsun. Allah sizi var razı etsin. olsun. Allah sizi var etsin. El bilir ki, sən mənimsən. Yurdum, yuvam, məskənimsən. Anam doğma vətənimsən. Ayrılar mı könül candan? Azərbaycan, Azərbaycan. Vatanımdır, vatanımdır, vatanım. Vatanı sevmeyen insan olmaz. Vatanı sevmeyen insan olmaz. Olsa da o şahsta vicdan.